Təsviri incəsənət kitablarından ümumi toplanmış perspektiv haqqında öyrənirik. Perspektiv Latın dilindən tərcümədə dəqiq görürəm mənasını bildirir. Məkanda yerləşən obyektlərin naturada gördüyümüz kimi kağıza vərəq üzərinə düzgün təsvir etməyə yardım edən bir biliklər sistemidir. Almanı hansı formada görürüksə, böyüklüyündə görürüksə, onu o formada kağıza düzgün yerləşdirmək üçün bizə perspektiv qanunlar lazım olur və bunun bir neçə növü ilə biz tanış oluruq. Üfüq xətti nədir? Üfüq xətti perspektivdə tez-tez istifadə olunur. Demək olar ki, yəni üfüq xətti olmadan rəsmə başlamırıq. Ən çox mənzərələrdə daha asan onu görə bilirsiniz. Üfüq xətti göz səviyyəsində, ondan hündürdə və alçaqda ola bilir. Burada kitabdakı nümunələr elə qoymuşam. Onun çox mühüm ifadə vasitəsi olması anlamaq bizim üçün vacibdir. Misal üçün, burada Məhəmməd Orucovun Xəzərin keşiyində əsərinin göz səviyyəsindən nə qədər yuxarıda, üfüq xəttinin nə qədər yuxarıda olduğunu göstərilir. Yəni, çətinlik əgər varsa tapmaqda, baxın, görün, bu səma ilə torpağı və yaxud da dənizi ayıran xətt harda yerləşir? Səmaya mı çox yer verilib, yoxsa torpağa mı? Yəni təbii olaraq gördünüz ki, səma çox azdırsa, deməli göz səviyyəsindən yuxarıdadır üfüq xətti. Görsəniz ki, əgər buralardadır xətt, yəni səmaya çox yer verilib, buludlar, günəş çox görsənir, amma torpaq azdır, deməli göz səviyyəsindən aşağıdadır. Buradakı kimi. Yəni insan oturaq vəziyyətdə pəncərədən baxır. Gördüyünüz kimi binaların çox az hissəsi görsənir. Yəni insanın gözü hardadır? Düz onunla bərabər, ona paraleldir üfüq xətti. Deməli, bu aşağıdadır. Görürsüz, buludlar daha çox görsənir. Üfüq xətti insanın göz səviyyəsindədir. Bu, gördüyünüz kimi, baxın, insanın gözü ilə xətt aparılır və hər biri bərabər düşüb. Yəni, bu, yenə də deyə bilərsiniz ki, burada məsələn, pəncərədə buludlar daha çoxdur. Bu yüksəklikdən baxır da istər-istəməz. İndi biz normalda yerdən durub baxanda bu qədər çox görmürük səmanı. Görsəniz də bu insandan yenə asılıdır. Hündürboy insan bizdən daha göz səviyyəsi yuxarıda olacaq, alçaq boy insanın göz səviyyəsi aşağıda olur. Üfüq xəttimiz göz səviyyəmizdən yuxarıda olduqda, məsələn, görürsüz, bir tabletkanın üzərinə çıxıb insan və mənzərəni, şəhəri, küçəni belə görür. Təbiətdə məsələn, gördüyümüz kimi hava, buludlar nisbətən torpaq sahəsindən az görünür. Deməli, bu yuxarıdadır. Yəni, baxılanda belə asandır. Daha sonra var qovuşma nöqtəsi. Üfüq xəttini çəkdik mənzərəmizdə. Mənzərəmizi iki yerə böldük, torpaqla səmanı ayırdıq. Qovuşma nöqtəsi müşahidəçidən uzaqlaşan paralel xəttlərin, bax bu xəttlərin təxmini bir nöqtədə birləşməsidir. O üfüq xətti üzərində olur, müşahidəçinin gözləri qarşısında və göz səviyyəsində yerləşir. Qovuşma nöqtəsinin yeri mərkəzdən sağda və yaxud da solda yerləşə bilər. Yəni ancaq dediyimiz kimi üfüq xəttinin üzərində yerləşir. Yaxud bu nöqtədə, burada qoya bilərsiniz. Qovuşma nöqtəsinin yeri mərkəzdən sağa və sola dəyişdikdə təsvirdə hərəkət hissi yaradır. Yəni sanki məsələn əgər üfüq xəttini mən sizə bir karandaş götürüm. Üfüq xəttini deyirəm. Qovuşma nöqtəsini burada qoysam, mən buradan bir cığır yol çəkəcəm. Sanki cığır yolum hərəkət edirmiş kimi görsənir. Görürsüz, bu formada. Getdikcə dəyişir. Söhbət bundan gedir. Daha sonra, burada da bizə Kamil Xanlarovun tablosundakı perspektiv sxemi verilmişdir. Bu rəsmin indi aşağıda görəcəksiniz. Buradasa üzərindən xətlərlə verib ki, sxemdən sizə daha aydın görəsiniz ki, bu qırmızı çəkilən qırıq-qırıq xətlər, bir dəqiqə bunu silim. Qırıq-qırıq xətlər üfüq xəttidir. Üstündəki qırmızı nöqtə qovuşma nöqtəsi. Mavi xətlər isə burada ağac olsun, insan olsun, bina olsun, fərqi yoxdur. Nə çəkəcəksinizsə, bax, yalnız bu paralel xətlərin içərisində yerləşir və getdikcə də kiçilmə doğru gedəcək. Paralel xətlər üfüq xəttində, yəni göz səviyyəsində sanki bir nöqtədə birləşir, buna da qovuşma nöqtəsi deyilir. Yəni bu kitabımızda bu formada da və burada gördüyünüz mətnlər formasında da oxumaq olur. Hava perspektivi. Hava perspektivi uzaq məsafədə ton öz kontrastlığını və dolğunluğunu itirir. Yəni bizim rəng tonlarımız var, bilirik. Rənglər sanki daha da açılır. Məsələn, isti rənglər yaxınlaşaraq parıldayır, soyuq rənglər isə uzaqlaşaraq sönükür.
Burada da baxın, dağlar müxtəlif rəngdədir. Qarşımızdakı dağlar daha parlaq, daha canlı görürüksə, arxada getdikcə dağlar bənövşəyi, arxadakı dağlar ümumiyyətlə səma ilə bir rəngdədir, heç başa düşülmür. Belə gözdən çox uzaqdadır. Yəni hava perspektivi yaxın və uzaq obyektləri ön, yəni arxa planının arasında işıq, kölgə, rəng nisbətinin dəyişməsidir. Burada yalnız işıq, kölgə, yəni rənglər dəyişə bilir. Rəng kontrastı yarana bilir. Başqa heç bir şey olmur. Xətti perspektiv məsafədən asılı olaraq forma və ölçülərin dəyişməsidir. Misal üçün görürsüz, baxın. İndi mən bir dəfə də bunu eləyəcəm. Üfüq xəttini çəkdim. Burada qovuşma nöqtəsi qoydum. Paralel xətlərimi aparıram. Baxın, bu da mən paralel xətlərim. Və bu paralel xətlərimin içərisində işıq dirəklərim yerləşməlidir. Getdikcə kiçilməyə görürsüz. Eləcə bu yolun özünün də getdikcə kiçilməsini görürsüz. Səmanın özünün, ağaclar var, ağacların hər bir şey nə çəkiləcəksə getdikcə kiçiləcək. Yəni xətti perspektivin qaydası budur. Və bu xətti perspektiv ən çox binalar, şəhər mənzərəsi çəkərkən bizə lazım olur. Onun frontal və bucaq perspektivləri. Yəni xətti perspektivin növləridir bunlar. Bu perspektivlər rəsmdə obyektlərin necə göründüyünü, yəni baxış istiqamətini əsaslandıraraq göstərir. Yəni mən sağdan, soldan, öndən baxacağıma. Perspektiv təsvir müstəvisində məkanın dərinliyini öyrənən bir elmdir. Frontal perspektiv bir qovuşma nöqtədə, bucaq perspektiv iki qovuşma nöqtədə olur. Gəlin birinə baxaq. Frontal, yəni bir qovuşma nöqtə nə deməkdir? Bizim və yaxud da məktəbdəki uşaqların ən çox çəkdiyi frontaldır. Özləri də bilmədən bunu çəkirlər. Əşyanın bizim qarşımızda frontal, yəni düz, üzbəüz görünüşü olmasıdır. Yəni biz onu yalnız bir tərəfdən görürük. Məsələn, burada stul çəkin, meyvə çəkin, ancaq üzünü görürəm. Ev çəkirəm, evin içərisini, interyeri çəkirəm, ancaq üz tərəfdən görürəm. Yəni üzdən görürəm daha çox. Bu perspektivdə baxış nöqtəsi birbaşa obyektin mərkəzində yerləşir. Birbaşa baxış nöqtəmiz, baxın, ortada, mərkəzdə olur, hər ikisində. Cəmi bir qovuşma nöqtəsi olur və bütün paralel xətlər həmin nöqtəyə doğru birləşir. İndiyə qədər keçdiyimiz perspektivlə eyni qaydaya mənsubdur. Bir qovuşma nöqtəsi. Adətən binalar, interyer dizaynları və bir obyektin düz qarşıdan görünüşünü çəkmək üçün istifadə olunan bir formadır. Məsələn, uzun bir dəhlizin düz qarşısında, baxın, buradakı rəsm kimi görürüksə, burada frontal perspektivdən istifadə olunub. Bucaq perspektivi. Əşya qarşımızda müəyyən bir bucaq altında yerləşdiyindən biz onun üzünü, tilini və yaxud da müstəvisini görə bilirik. Bu perspektivdə obyektlər kənardan və ya bir küncdən baxıla bilir. Görürsünüz, bax, bunu biz artıq bir tərəfini belə görə bilirik. İki qovuşma nöqtəsi olur. Yenə işarə qoyum sizə, baxın, görürsünüz, bayaq dedik axı biz üfüq xətti üzərində sağa və sola yerləşdirə bilərik qovuşma nöqtəsini. Burada mərkəzdə deyil, burada deyil, görürsünüz, sağ və solda yerləşir. Bu iki dənəsini birdən işlətdəndə mən paralel xətlərimi hər iki tərəfə aparıram və beləliklə daha həcmli rəsm əmələ gəlir. Əsasən şəhər mənzərələrini, binaların xarici görünüşünü və üç ölçülü təsvir üçün istifadə olunur. Gördünüz, frontalla fərqi nə oldu? Frontalda binanın içərisini daha çox çəkirlərsə, bucaqda daha çox xaricini göstərmək üçün çəkirlər. Məsələn, bir binanın küncdən baxışı, məsələn, belə ki, iki divar fərqli istiqamətdə görünə bilər. Burada biz kitabda bizi yanıltmasın deyə, kitab bizə ikisində də evin içərisini verməyi göstərir. Məsələn, iki divarın göstərir. Belə deyək də, belə bir ki, evdə durub bir divarın düz qarşısında durub baxdıqda divarın özünü görürsünüz, ortadakı dördkünc divarı görürsünüz və sağını, solunu çox az istiqamətdə paralel xətlərlə birləşdirə bilərsiniz. Bu olur frontal. Bucaqda isə durub divarın düz küncünə baxın. Elə bir ki, uşaqları küncə durğuzuruq, bax, o formada. Düz küncdə durub baxırsınız və onda siz sadəcə ikisini, yəni üç dənə burada divar olmur. Bucaqda iki dənə divarı görürsünüz. Tamamilə üç bucaq formada divar görünür. Frontalda isə üç dənəsi görünür. Görürsünüz? 1, 2 və 3. Ümid edirəm sizin üçün faydalı bir video oldu. Abunə olmağı unutmayın.